29 yaşında ərə gedib uşaq doğmaq əvəzinə podruqası ilə ayrı evə çıxan bir qızın bir günlük vloqunu paylaşacağım sizinlə. Bəli, bu mənim, adım Oksanadır, 29 yaşım var və ərim, uşağım olmasa da ayrı evə çıxacaq bir cəsarətim var və eyni zamanda bir dənə şirkətim var. Hal-hazırda gedirəm şirkətimə doğru və bunun üçün hazırlaşıram. Düzdür, hər nə qədər işə geciksəm də, yəni mütləq ki, öz baxımlar mütləq olmalıdır deyə düşünürəm. Şirkətim də ki, ətir biznesidir. İnsanlara ətir satmadan, ətirdən necə pul qazanmaq olar, onun yollarını öyrədirəm və mənimlə əməkdaş olanlar hal-hazırda heç bir ətir satmadan da pul qazanırlar. 800-dən yuxarıda əməkdaşım var, çox şükür. Ümumiyyətlə mən ayrı evə kiraya çıxmağı hər kəsə tövsiyə eləyirəm. Ayrı evə çıxmağı ümumiyyətlə hər kəsə tövsiyə eləyirəm. Ailədən ayrı yaşamaq insanı ekstra böyütdüyünü düşünürəm. Həm öz ehtiyaclarını qarşılayırsan, həm ekstra bir məsuliyyətin olur. Bu səni biraz daha böyüdür və özgüvənli eləyir. Heç kimdən asılı olmadığını görürsən. Bunun verdiyi, necə deyim, həzz həqiqətən də çox gözəldir. Hər nəsə yeməyimi yedim, çörəksiz yedim bu arada. Mən çörəyi həyatımdan çıxartdığım üçün çalışıram çörək yeməyim. Saçımı quruladım, indi geyimlərimi geyinirəm. Bu ikisini də mən 7 manat almışam hər birini. Çox qəşəngdilər. Birinci setim bordovu donlu geyinim. Çox gözəl yaraşır, çox bəyənirəm. Amma ki, hava çox soyuqdur və küləkli olduğu üçün dedim ki, ən yaxşısı biraz qalın geyinim, çox qudurmuyum. Yaxşı ki də geyinmişəm. Axşam məni külək aparırdı. Birazca da makyaj, sırğa, aksesuar. Gecikirəm indi, getməliyəm. Sağ olun, öpdüm sizi. Hələ